100 min zalim bir məzlumu öldürür. İmam Hüseynin dəstəsi az idi. Onlar çox idilər. İmam Hüseyin haqq cəbhəsində dayanmışdı. Haqq cəbhəsinin carçısı idi. Onlardan üz-üzə gəldi. Qorxmadı ki, demədi ki, onlar çoxdur, aya biz məğlub. Zaten İmam Hüseyin əleyhissalam bilirdi, orada öldürüləcək. İmam Hüseyin onu hesablamamışdı. İmam Hüseyin gələcəyi hesablamamışdı. İmam Hüseyin gələcək xətti hesablamamışdı. Bugün mən zahirdə məğlub ola bilərəm, amma bugündən bitmir. İllər, əsrlər sonra mən qələbədəyim. İmam Hüseyin ağa bunu hesaplamışdı. Və bizə də bunu göstərir. Bizim yolumuz, bizim xəttimiz, bizim getdiyimiz bu yol o xəttdir. Bu xəttdə geri dönüş yoxdur. Bu xətt sona qədər dayanır. Niyə deyir heyhat minnəz zillə? Zillət bizdən uzaqdır. Yezid kimisi mən Hüseyni təslimə dəvət elədi. Dedi ki, gəl təslim ol. Onlar bilmir ki, zillət bizdən uzaqdır. Biz bu başı verərik, Yezidin qarşısında təslim olmarıq. Bu söhbəti neçə həftə öncə mərhum şəhid Ali Məqam rəhbəri Seyyid Əli Xamneyi Təbriz cəmaatından görüşəndə beytdə bunu orada danışmışdı. Axırıncı söhbətində bunu danışır. Və vurğuluyur. Deyir ki, bunlar bizi təslimə çağırırlar. Yəni, o imzalama kağız nə üçün idi? Neçə vaxtı söhbət gedir ki, gəlin masaya oturun, imza buna görə idi ki, təslim olun. Və bunlar bizi təslimə dəvət edir. Bunların xəbəri yoxdur ki, bizim xəttimiz bəllidir. Biz Əbu Abdillahin xəttindən gedirik. Biz bu başı verərik, bu təslimə getmərik. Öldürür, öldürsün. Vurur, vursun. Mən də nə qədər gücüm var, vuraram, cavab verərəm, gücüm qutarana qədər. Və Allah altında da vicdanım rahat olar ki, mən lazımlı cavabı verdim. Və o qədər ki, gücüm çatmışdı. Peyğəmbər və Ali Peyğəmbərin üzünə də dik baxa biləm.